قال الإمام ابن الجوزي رحمه الله: إذا جلست في ظلام الليل بين يدي سيدك فاستعمل أخلاق الأطفال، فإن الأطفال إذا طلبوا من أبيهم شيئا فلم يعطهم يبكون عليه. Kitab-ül Mudhiş. Böyük İslam alimi İmam İbnül Cevzi rahimehullah belə deyir: Gecənin qaranlığında ağanın qarşısında oturduqda, yəni Allahın, Rəbbinin qarşısında oturduqda uşaqların əxlaqından istifadə et. Belə ki, uşaq atasından bir şey istəyəndə ona verməsə, ağlayar. Mudhiş kitabı 1-ci cild 219-cu səhifə.